Sumqayıt icra başçı nümayəndəsinin sahibkara qarşı özbaşınalığını yəqin ki, hər biriniz gördünüz və bəzi media qurumları, jurnalistlər artıq həmən o icra başçı nümayəndəsini tənqid etməyə başlayıblar. Hətta onun adını belə araşdırıb tapıblar. Səhv eləmirəmsə Samir Bədəlov adlı bir şəxsdir və onu tənqid edirlər, düz edirlər. Çünki həmən o icra başçısının hərəkətləri qanunsuzluq idi, özbaşınalıq idi. Amma nədənsə bu bizim media qurumlarımız, bu jurnalistlərimiz dırnaq arası, necə deyərlər, ilanın başını, əsl səbəbkarı, Samir Bədəlova o özgüvəni verəni, Samir Bədəlovun bu hərəkətlərini rahat yerinə yetirməsi üçün şərait yaradanı, Sumqayıtın icra başçısı Zakir Fərəcovu hədəf almırlar. Halbuki əsl səbəbkar da, əsl tapşırığı verən də Sumqayıtın icra başçısı Zakir Fərəcovdur. Ümumiyyətlə Zakir Fərəcov haqqında mediada ara sıra kifayət qədər həm Sumqayıtın icra başçısı olduğu dövrdə, həm də ondan öncə Abşeronun icra başçısı olduğu dövrlərdə mediada kifayət qədər Zakir Fərəcovun sahibkarlara qarşı bu cür təhdidlərini, bu cür qanunsuzluqlarını, rüşvət tələb eləmələrini, pul almalarını, pul tələb etmələrini kifayət qədər mediada işıqlandırıblar. Və böyük ehtimalla da bu hadisənin də arxasında Sumqayıtın icra başçısı Zakir Fərəcov durur. Yəni burada Sumqayıt icra hakimiyyətinin açıqladığı kimi güya onlar vətəndaşı düşünürlər, güya səkilər zəbt olunub və vətəndaşların hərəkəti məhdudlaşdırılıb və bu səbəbdən də vətəndaşlara görə güya Sumqayıt icra hakimiyyəti hərəkətə keçib kimi rəsmi açıqlama verirlər icra hakimiyyəti. Amma əslində isə təbii ki, məsələ heç də vətəndaşların rahatçılığı deyil. Əgər elə olsaydı, düz Sumqayıt icra hakimiyyətinin 1 kilometr yaxınlığında, düz ətrafında yerləşən, bəs ekranda gördüyünüz bu ərazilərdə bəs niyə səkilər zəbt olunub? Bəs bu ərazilərdə niyə həmən o Samir Bədəlov gəlib sahibkarın o məhsullarını müsadirə etmir? Bəlkə ona görə ki, Sumqayıt icra hakimiyyətinin yaxınlığında yerləşən, baxın bu və buna bənzər bir neçə obyektlər Zakir Fərəcova dolyanı çatdırırlar və yaxud da ki, bəlkə elə Zakir Fərəcovun özünün obyektləridir. Ona görə onlara əl dəyilmir. Yəni əgər burada məsələ vətəndaşın rahatlığıdırsa, onda Sumqayıtın bütün Sumqayıt ərazisində biz səkilərin tamamilə boşaldılmasını görərdik. Amma necə ola bilər ki, bir tərəfdən bəzi sahibkarların məhsulları müsadirə olunur, güya ki səkilər təmizlənir, amma düz Sumqayıt icra hakimiyyətinin ətrafında olan bəzi obyektlərdə isə səkilər tamamilə zəbt olunur. Yəni sizcə burada ziddiyyət yoxdurmu? Bu səbəbdən mən o bəzi dırnaq arası jurnalistləri, bəzi o dırnaq arası media qurumlarını, bəzi o dırnaq arası blogerləri dəvət edirəm ki, yazıq necə deyirlər Samir Bədəlovun boğazından əlinizi çəkin, əsl səbəbkar Zakir Fərəcovun boğazından yapışın və bu sualları Zakir Fərəcova çatdırın. Zakir Fərəcova bildirin ki, Zakir Fərəcova sual verin ki, bəs necə ola bilər ki, siz Sumqayıtın mərkəzindən 5 kilometr, 10 kilometr ətrafda olan bəzi obyektləri yoxluyursunuz, bəzi səkiləri təmizləyirsiniz, düz edirsiniz, qanunla bu tələb olunur, amma düz sizin icra hakimiyyəti binanızın ətrafında, yaxınlığında olan səkinin zəbt olunduğu obyektləri isə bir söz demirsiniz. Bu necə ola bilər və bunun səbəbi nədir? Və buyursun hörmətli Zakir müəllim də bu suallara cavab versin və sübut eləsin ki, onun burada heç bir maddi marağı yoxdur və həmin obyektlər də Zakir müəllimə məxsus deyil.